Salam. Bugün uşaq yönümlü təhsil haqqında söhbət edəcəyik. Mənə verdiyiniz suallardan biri də odur ki, uşaq yönümlü təhsil anlayışı bugün çox populyarlaşıb və sizcə bu yanaşma həqiqətən tətbiq olunur, yoxsa daha çox nəzəriyyə səviyyəsindəmi qalır? Mən sualı belə qoyardım. Biz hardan bilirik ki, uşaq yönümlü təhsil anlayışı ümumiyyətlə populyarlaşıb? Populyarlaşıbsa bu yaxşı bir şeydir. Çünki bu baxmayaraq ki, məktəbəqədər təhsil kurikulumuna 2012-ci ildən salınmış bir prinsipdir, pedaqoji prinsipdir. Bir çox illər ərzində bu haqda heç də danışılmayıb. Baxmayaraq ki, kurikulum sözü qalıb. Kurikulum proqramından ancaq daha çox tətbiqi üçün maraqlı olan, tətbiqi üçün çətin və hətta qəliz olan bir məsələ standartlardır. Onlar nəyi ifadə edir, onları necə istifadə etmək lazımdır, necə tətbiq olunur, gündəlik praktikada onların funksiyası nədir? Daha çox müzakirələr bu standartlar ətrafında getdi, nəinki pedaqoji prinsiplər arasında, amma standartlardan öncə daha vacib elə məktəbəqədər kurikulumun pedaqoji prinsipləridir və ümumiyyətlə məktəbəqədər kurikulumun yaradılması prinsipləri. 2012-ci ildə məktəbəqədər kurikulumun ilk versiyası tərtib olunanda kurikulumun yaradılması prinsipi şəxsiyyət yönümlülükdür. 2022-ci ildə həmin bu kurikulum yenidən işlənilib və orada şəxsiyyət yönümlülük kurikulumun yaradılması prinsiplərindən düşüb aşağı, sırf pedaqoji praktikanı yönəldən bir prinsip oldu. Şəxsiyyət yönümlülük və uşaq yönümlülük. Kurikulumun ilk versiyasında 2012-ci ildə də uşaq yönümlülük pedaqoji prinsipi idi. Nə deməkdir pedaqoji prinsip? Yəqin ki, pedaqoji təhsil alan bütün hal-hazırki tələbələr, yeni məzunlar, çoxdanın məzunlar, yəni ümumiyyətlə pedaqoji təhsilli olan insanlar bilir ki, prinsiplər pedaqogikada, prinsip odur ki, sənin pedaqoji praktiki fəaliyyətini yönəldən rəhbər qaydalardır. Siz məndən uşaq yönümlülük prinsipi nədir? Sual belə qoydunuz və o tətbiq olunurmu? Bu maraqlı sualdır. Məncə bu sual açıqdır və müxtəlif cavablar ola bilər. Baxır kim uşaq yönümlülüyü necə başa düşür, necə interpretasiya verir və fəaliyyətini hansı yöndə təşkil edir. Ümumiyyətlə, uşaq yönümlülük anlayışı Rousseau, Pestalozzi onlardan başlayan bir prinsipdir. Yenə də pedaqoji təhsili olan hər kəs bilir ki, bunlar qərb pedaqogikanın bir anlayışlarıdır və artıq belə deyək, ümumi pedaqogikanın anlayışlarına çevrilir və heç kəs, ən azı Azərbaycanda, heç kəs bunları sual altına qoymur ki, Rousseau'nun yazdıqları, Pestalozzi'nin yazdıqları, onların nəzəri məsələləri bizim ənənəvi pedaqogikaya çox gözəl yer tapdı və hər kəs onlara istinad edəndə heç kəs sual altına qoymur ki, onlar qərbdə yaranıb, onlar bizim mədəni dəyərlərə uyğundurmu, yoxsa yox. Bəlkə ziddir, bəlkə uyğundur. Uşaq yönümlülük prinsipi də əslində qərb pedagogikanın məhsuludur bu anlayışı və uşaq yönümlülük prinsipi uşaqlarla işləyən hər kəsdən tələb edir ki, biz fəaliyyətimizdə uşaqlarla işləyirik əgər, burada söhbət erkən yaş dövrü və məktəbəqədər yaşda olan uşaqlardan gedir. Biz uşaqlarla işləyən mütəxəssislər, bizim hərəkətlərimiz, sözlərimiz, baxışlarımız, istifadə etdiyimiz sözlər, qurduğumuz cümlələr
xarici görünüşümüzlə verdiyimiz mesajlar, bütün bunları kompleks olaraq uşaqlara necə təsir etdiyini düşünürükmü? Özümüzə uşaqların gözü ilə baxırıqmı? Özümüzü uşaqların qulaqları ilə eşidirikmi? Bilirikmi ki, hansısa istifadə etdiyimiz söz uşağa necə təsir edir? Müsbət yoxsa mənfi? Böyük, daha geniş anlamda uşaq yönümlülük məhz budur. Biraz daha dəqiq, sırf pedaqoji fəaliyyətə bağlasaq, əlaqələndirsək, uşaq yönümlülük bizim kurikuluma deyilir ki, uşaqların maraqlarına, inkişaf ehtiyaclarına uyğun pedaqoji prosesi uyğunlaşdırmaq. Bu çox biraz müəmmalı tərəfə aparır praktikləri. Niyə? Çünki biz burada kim müəyyən edir ki, uşağın marağı və inkişaf ehtiyacları nədir? Kim? Mən mütəxəssis, mən müəllim, mən tərbiyəçi. Onda bu yenə müəllim yönümlülükdür, bu uşaq yönümlülükdür. Yox, əgər mən mütəxəssis kimi uşaqların ehtiyaclarını müəyyən etmək üçün, onun maraqlarını müəyyən etmək üçün, onun özünü, onun ailəsini, onun birlikdə yaşadığı o böyükləri də daxil edirəmsə və biz qərarları birlikdə veririksə, onda həmən kurikulumda deyilən o uşaq yönümlülük doğrudan da uşaq yönümlülük prinsipidir. Bu yaxınlarda mən bir tədqiqat oxumuşam. Bu Britaniya Təhsil Tədqiqatları jurnalında çap olunmuş, Çində aparılmış tədqiqatın nəticələridir. Tədqiqat 3-6 yaşlı uşaqların məktəbəqədər təhsilin keyfiyyəti haqqında nə düşündükləri ilə maraqlanırlar tədqiqatçılar. 3-6 yaşda olan uşaqlara tədqiqatçılar gəliblər və soruşurlar. Uşaqlar, sizin fikrinizcə yaxşı bağça necə bir bağçadır? Necə bir yerdir? Uşaqlar müxtəlif cavablar verir. Bizim mövzuya bunun aidiyyatı nədir? Ya burada əgər tədqiqatçı gəlir uşaqdan keyfiyyət barədə sual verirsə, məktəbəqədər təhsilin keyfiyyətini uşaqların da baxışları, rəyləri əsasında müəyyənləşdirməyə cəhd edirsə, deməli, burada məktəbəqədər təhsilin keyfiyyətində uşaq yönümlülük prinsipi əks olunacaq. Çünki uşağın fikri əks olunacaq burada.